bir aile olarak yine bir aradayıq ve bu xoşbəxtlik, bu bircəlik xalqımızı, bütövlükdə cəmiyyətimizi, elmimizi, təhsilimizi daim irəli aparan həmrəyliyin nümunəsidir. Və hər birimiz sevinçliyik, hər birimiz qürurluyuq. Ona görə ki, artıq bir neçə bayramdır biz xalqımızla birlikdə zəfər dolu bayramı qeyd edirik, qələbələr dolu bayramı qeyd edirik. Və hər bayramın gəlişi bizi əlbəttə ki, zəfərimizlə daha təntənəli, daha əzəmətli görünür. Və bugünkü günə görə əlbəttə ki, biz torpaqlarımızın işğaldan azad olunmasında bugünkü qələbəni, zəfəri bizə bəxş eləyən Müzəffər Ali Başkomandanımıza, bu siyasətin əsasını qoyan ulu öndərimizə, Azərbaycançılıq ideologiyasının bütün daşıyıcılarına, müqəddəs şəhidlərimizin ruhuna, qazilərimizin cəsarətinə borçlu olduğumuz belə bir əzəmətli günü, belə bir bayramı qeyd eləmək Azərbaycan xalqı üçün doğrudan da tarixi günlərdir. Və biz hər il olduğu kimi 2025-ci ildə də ölkəmizin böyük layihələr, Azərbaycan xalqının daha yüksək rifah vəziyyətinin yaxşılaşdırılmasına doğru atılmış addımlarla 2025-ci il tarixə keçir. 2025-ci il ölkəmizin tarixində, xalqımızın tarixində yeni layihələrin başlanğıcı oldu. Təhsil sahəsində Azərbaycan təhsil siyasəti, elm siyasəti öz uğurlu bəhrəsini verib. Və bu Azərbaycan təhsil elm məkanının üzvü hissəsi olan, həm də mühüm bir hissəsi olan Naxçıvan Dövlət Universiteti də 2025-ci ili böyük uğurlarla başa vurur. Hər birinizin böyük səyi ilə universitetimizin elmi uğurları dinamik olarak inkişaf eləyib. Universitetimizdə sabitlik olub. Universitetimiz müxtəlif beynəlxalq reyting şirkətlərində mühüm irəliləyişlər əldə eləyib. Mən bu uğurların davamlı olacağına inanıram. Bütün sahələrdə cəmiyyətin universitetimizə inamı artıb, dövlətimizin universitetimizə qayğısı artıb. 2025-ci ildə də Cənab Prezidentin müvafiq sənərcamı işığında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramında Naxçıvan Dövlət Universiteti yeni imkanlar qazanıb. Məktəbi yaranıb, gimnaziyası yaranıb, universitetimizdə yeni laboratoriya, mərkəzlər istifadə verilir. Və bütün bunlar dövlətimizin bu qayğısı bizim qarşımızda həm də böyük bir məsuliyyət qoyur. Cənab Prezidentin müəyyənləşdirdiyi siyasətin uğurla icra olunmasında biz alimlər də, universitet kollektivi də öz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə həmişə hazır olduğumuz kimi gələn ildə biz qarşıya qoyulan vəzifələri uğurlu həlli istiqamətində çalışacağımıza söz veririk. Universitetimizin seçən istedadlı tələbələrimizin sayı artıb. Bu il bizə yüksək balla qəbul olunan tələbələrimizin sayı artıb. Gənclərimiz universitetimizin timsalında bir çox tədbirlərin təşkilatçısı olub. Gənclərimiz doğrudan da istedadlıdır. Onlar artıq özləri müstəqil tədbirlərin təşkilatçısıdır. Gənclərimiz müstəqil alimlərimizlə bərabər elmi əsərlər yazırlar, məqalələr yazırlar tələbələrimiz. Onlar da bizi sevindirir və gələcəyə inamımızı artırır. Əziz dostlar, mən sizi qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Bizim 2025-ci ildəki uğurlarda əməyi olan hər kəsə təşəkkür edirəm. Və bizim üçün müqəddəs olan, tarixi gün olan Həmrəylik günü, hansı ki bu xalqımız ulu öndərimizlə birlikdə bu günün də əsası məhz Naxçıvanda qoyulub, tarixə keçib. İnanıram ki, Həmrəylik günü bizi daha böyük həmrəyliyə, daha böyük uğurlu layihələrə doğru aparacaqdır. 2026-da hər birinizə şəxsi həyatınızda can sağlığı, ailənizdə xoşbəxtlik, işgüzar həyatınızda daha böyük müvəffəqiyyətlər, uğurlar arzulayıram. Həmrəyliyiniz, yeni təqvim iliniz mübarək olsun. Sağ olun.